Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. İnsanın qidalanmasının onun ibadətinə təsiri necədir? Təbii ki, qidaların həyatımızda rolu böyükdür. İstər halal qidalar olsun, halal qidaların norması artıq olursa, məsələn, normalda Allah Rəsulü buyurur ki, mədənizi 3 hissəyə bölün. Biz 3 hissəyə bölmürük. Onun bir hissəsi su olsun, bir hissəsi hava olsun, bir hissəsi qida olsun. 3 hissənin üçünü də bəzən yeməklə doldururuq ki, ye ki, taqətin olsun, gücün olsun, biraz da ondan ye, biraz da bundan ye. Və görəcəyik ki, oturduğumuz yerdə yuxuluyuruq. Səbəb nədir? Səbəb çünki insanın görməsi üçün müəyyən ayrılmış hüceyrələr var, eşitməsi üçün ayrılmış hüceyrələr var, danışması üçün ayrılmış hüceyrələr var. Artıq sən mədəni normasından artıq doldurduğun üçün ki, dolu mədədə hikmət də olmaz. İnsan artıq dolu mədəsi ilə göz hüceyrələri də o mədəyə ayrılır, qulaq hüceyrələri də, dil hüceyrələri də, bütün vücudda fərqli bir proses gedir və insan süsləşməyə başlayır, taqətsizləşməyə başlayır, tənbəlləşməyə başlayır. Allah Rəsulü buyurur ki, Allah sevməz üstəsləni, çox yeyəni, çox danışanı, çox yatanı. Amma baxın ki, bəzən insan çox yeyirsə, çox yeyəndən sonra dili açılır, başlayır çox danışmağa və yuxusu gəlir, başlayır yatmağa. Onun üçün də az yeməlisən ki, az yatasan, az danışasan. Amma çox yeyərsənsə, çox yeməyin müqabilində sən çox ibadət eləmək yox, çox tənbəlləşəsən və çox tənbəlləşməyin də nəticəsində ibadət etmək kimi nemətdən məhrum olasan. Ona görə də qidaların hələ halalı bu cürdür. Bir də haram qidalar varsa, haram qidalarda Allah Rəsulü buyurur ki, haramla birlikdə edilən ibadət narın qumlar üzərində tikilən binaya bənzəyir. Əgər sən haram qidalar qəbul edirsənsə, bu haram qidalar sənin 40 gün vücudundan təmizlənmir və bu 40 gün müddətində də bəzən etdiyin tövbələr qəbul edilmir, bəzən etdiyin ibadətlər qəbul edilmir və nəticə etibarilə zahirən ibadət etmiş kimi görsənsən də, işin batin tərəfində qəlbinə, ruhuna müəyyən mənfi təsirlər buraxmış olur.